Bəli uşaqlar, hər birini salamlayıram. Deməli, növbəti Salam üçüncü müəllim. mövzu sınaq 3-ü daha doğrusu 7-ni izah edirəm. Salamlar uşaqlar. Zəhmət olmasa hamı səssiz alsın, eşitsin. Deməli, bax birinci sual görürük ki, Solon islahatları ilə bağlıdır. Bilirik ki, Yunanistan tarixinə aiddir. Eradan əvvəl 594-cü ildə keçirilmişdir. Burada bizdən sxemi tamamlayın soruşulur. Birincisində kəndlilərin torpağa görə bütün borcların ləğv olunması verilib. Növbətisinə baxırıq. Yoxsul vətəndaşların bütün vəzifələri tutmaq hüququ əldə etməsi bilirik ki, bir səhvdir. Çünki bu Periklin strategik dövrünə aiddir. Taxıl və digər ərzaq məhsullarının ixracının qadağan olunması doğrudur. Yəni 2-ni götürürük. Aristokratların həyat və əmlakının toxunulmaz elan edilməsi. Bu 7-ci əsr drakon qanunlarıdır. Ona görə səhvdir. Borca görə qul edilən Afinalıların azad olunması doğrudur. Yəni cavab 2 və 4 A variantıdır. Ordu və donanmaya rəhbərlik edən strateglərin seçilməyə başlanması 6-cı əsrin sonlarına aiddir. Yəni Solon islahatından sonradır. Ona görə cavab olmur. Yəni doğru cavabımız 2 və 4 A variantıdır. Sonra ikinci test tapşırığı uyğunluq soruşulur bizdən. Birində Afina şəhər dövlətidir. Digərində isə Makedoniya dövlətidir. Suriya, Fələstin, Misirin ələ keçirilməsi qədim Makedoniya dövlətinə aiddir. 2-yə A variantı uyğun gələcək. Balkan yarımadasının şimalında yerləşməsi, elə bu da həmi bir dəqiqə, deməli, bəli, Balkan yarımadasının şimalında meydana gəlməsi, bu da Makedoniya dövlətinə aiddir. Həm də B variantı uyğun gələcək. Sonra, deməli, baxırıq 6-cı əsrin sonunda üsyan nəticəsində tiranlığa son qoyulması Afinaya aiddir. Yəni 1-ə C, 2-yə A, B. Burada doğru cavabımız B variantı olacaq. Dövlətin əsasən Lokonikanı işğal edən Dorilər tərəfindən qoyulması bu Spartadır. Ümumiyyətlə səhvdir. Müstəqilliyinə Əhəməni imperiyası tərəfindən son qoyulan dövlət bilirik ki, Midiyadır. Ona görə bunlar heç birinə aid deyil. Doğru cavabımız oldu B variantı. Sonra deməli, növbəti testə baxırıq. Qədim Misir tarixinin 4-cü minilliyinə aid olan hadisələri müəyyən edin. Yazının meydana gəlməsi 4-cü minilliyə aiddir. Biri götürürük. Yuxarı və aşağı Misirdə müstəqil padşahlıqların yaranması da 4-cü minilliyə təsadüf edir. Götürürük 2-ni də. Dövlətin imperiyaya çevrilməsi 2-ci minillikdir. Yanlış cümlədir. Hitlerlə sülh müqaviləsinin imzalanması da 2-ci minillikdir. Yanlışdır. Memfis şəhərinin dövlətin paytaxtına çevrilməsi 4-cü minillikdə olub dövlət yaradılan zaman, deməli doğru cavabımız Y variantı uyğun gəlir. Sonra 4-cü test tapşırığı qədim Yunan mədəniyyətinə aid olanlar soruşulur. Memarlıqda ionik sütunların istifadə olunması doğrudur. Dorik, ionik və portik sütunları var idi. Ramayana dastanları bu qədim Hindistandır, səhvdir. Betonun ixtira olunması qədim Romadır, səhvdir. İlk Olimp oyunlarının keçirilməsi qədim Yunanistandır, 776 doğrudur. Panteon məbədi Romaya aiddir, səhvdir. İlk teatr da 5-ci əsrdə Afinada salınıb, doğrudur. Cavabımız A variantı olur burada da. 5-ci sual. Göstərilənlərin aid olduğu döyüşü müəyyən edin. Yunanlıların məğlub olması, Spartadan başqa Yunan şəhər dövlətlərinin azadlığına son qoyulması, eradan əvvəl 338-ci il Xeyronea döyüşünə aiddir. Cavabımız B variantıdır. Burada Maqneziya döyüşü 190-cı ildir, bilirik nəticəsini. Fermopil döyüşü 480, Yunan-İran müharibəsidir. İs döyüşü 333, Kara döyüşü kitabdan şeydə 2 dənəsi var. Bəli, biri eradan əvvəl 53-də var, bir də 216-da var idi. Bizə lazım olan deməli burada Xeyronea döyüşü B variantıdır. Sonra 6-cı sual. Qədim Roma imperiyasının 2-ci əsr tarixinə aid olanları soruşulur. Deməli, bizim eramızdır. Qulların öldürməsinin qadağan olunması düzdür. Eradan əvvəl eramızın daha doğrusu 2-ci əsrinə aiddir. A variantı. Qraq qardaşların torpaq islahatı eradan əvvəl 2-ci əsrdir. 133-123. İmperiyanın 2 müstəqil dövlətə parçalanması 395-də 4-cü əsr. Paytaxtın Vizantiyaya köçürülməsi 4-cü əsrdə 330-dur. Sardiniya və Korsikada Pun müharibəsi nəticəsindədir. Eradan əvvəldir. Cavabımız olur A variantı. Eradan əvvəl 3-cü minilliyə aiddir soruşulur. Sparta şəhərinin əsasının qoyulması 2-ci minillik səhvdir.
Akkad dövlətinin iki çay arasını vahid dövlətə birləşdirməsi düzdür. Eradan əvvəl 24-cü əsr 2-ni doğru cavab kimi götürürük. Qədim Misirdə ilk yazının meydana gəlməsi eradan əvvəl 4-cü minillikdir, səhvdir. Sonra Hindistanda deməli Harappa şəhərinin meydana gəlməsi düzdür. Hindistan şəhər mədəniyyəti 3-cü minillikdə meydana gəlib. Deməli 4 doğrudur. Sonra Çinin Sin tərəfindən Vahidala birləşdirməsi 221-ci ildir, yanlışdır. Bu 1-ci minilliyə düşür. Azərbaycan cənubunda ilk dövlət qurumlarının meydana gəlməsi isə eradan əvvəl 3-cü minilliyin ikinci yarısıdır. Doğru cavabımız C variantı olur. Növbəti suala baxırıq. 8-ci sual. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi deyil, müəyyən edin. Fermopil döyüşü eradan əvvəl 480-dir. Əhəməni ordusunun bütün Yunanıstanı işğal etməsi səhvdir. Çünki Orta Yunanıstanı tabe etmişdi, Spartanı məğlub etmişdi. Şimaldan Dorilərin yürüş etməsi, Krit padşahlığının süquta uğradılması, Krit mədəniyyəti ümumiyyətlə eradan əvvəl 2-ci minillikdə vulkan püskürməsi nəticəsində məhv olub. Ona görə 2 də yanlışdır. Qranik döyüşü Əhəməni ordusu məğlub olub, düzdür. 334. Afina dəniz ittifaqı yaradılıb 5-ci əsr. Əhəməni donanması məğlub edilib nəticəsində doğrudur. Cavabımız 3-4 D variantıdır. 9-cu sual. Deyir, tiranlıq idarə üsulu yarandı. Ordu və donanmaya rəhbərlik edən strateglər seçilməyə başlandı. Burada söhbət Afinadan gedir. Əmlakından asılı olmayaraq bütün vətəndaşlar xalq yığıncağına iştirak edə bilərdi. Afina şəhər dövləti 6-cı əsrdir. Ona görə cavabımız E variantıdır. Sonra növbəti suala baxaq. 10-cu sual. Qədim Yunanıstanın 8-ci əsr tarixi soruşulur. Homerin İllada və Odiseya əsəri, deməli, yaranması o 8-ci əsr düzdür. Sparta tiranlığın yaranması səhvdir. İlk dəfə Olimpiya oyunlarının keçirilməsi 776-cı il düzdür. Deməli 1-3 doğru cavab gəlir. Yunan Əhəməni müharibəsinin başlanması eradan əvvəl 500-cü il səhvdir. Orta Yunanıstanda Afina şəhər dövlətinin yaranması şəhər dövlət 8-ci əsrdə düzdür. Cavabımız A-dır. Deməli Afina şəhəri 2-ci minillikdir, amma Yunan şəhər dövlətləri eyni zamanda Afina şəhər dövləti 8-ci əsrdə meydana gəlib. Cavabımız A variantıdır. 11-ci sual. Qədim Misirdə 1-ci Tutmos, 2-ci Ramzes. Deməli, Nubiyanın tabe olunması 1-ci Tutmosa aiddir. Bir də A variantını götürürük. İlk dəfə Misir ərazisinin vahid dövlət tərkibinə birləşdirilməsi bu səhvdir. 1-ci Tutmosa aid deyil. Fələstin Suriyanın işğal olunması düzdür. Deməli, 1-ə həm A, həm C variantı uyğundur. Dövlətin şimal sərhədlərinin ilk dəfə Fərat çayına qədər çatması 2-ci Ramzesə aid deyil, Tutmosdur, səhvdir. Kadeş müqaviləsinin imzalanması doğrudur, 2-ci Ramzesdir. İlk piramidanın inşası isə Djoserdir, səhvdir. Cavabımız A variantıdır. Afina şəhər dövlətinin 5-ci əsr tarixi soruşulur. Attikanın azad kişi sakinlərinə vətəndaşlıq hüquqlarının verilməsi aiddir. Solon islahatı 594-cü il. Sparta ilə müharibədə məğlub olması düzdür. 431-404 2-ni götürürük. Strateg vəzifəsinin təsis olunması eradan əvvəl 6-cı əsrdir. Ona görə 5-ci əsrdə təsadüf etmir. Yoxsullara dövlət vəzifəsi yerinə yetirmək üçün əmək haqqı verilməyə başlanması Perikl doğrudur. Deməli, cavabımız 2-4-dür. E variantı. Əhəməni hökmdarı 3-cü Dara isə eradan əvvəl 4-cü əsrdə hakimiyyətdə olub. Ona görə səhvdir. Cavabımız E bəndi oldu. Sonra Xan sülaləsindən fərqli olaraq Sin sülaləsinin dövründə Böyük Çin səddinin inşa edilməyə başlanmışdı, düzdür. Sin sülaləsinin dövründədir. Biri götürürük. Dəmir emalı hər ikisindən əvvəldir, 6-cı əsr səhvdir. Böyük Hun dövləti hökmdarı Metehidə sülh müqaviləsi xana aiddir, səhvdir. Ölkədə ilk yazı 2-ci minillikdə meydana gəlib, səhvdir. Çin əhalisi vahid xalqa çevrilmişdir, Xan sülaləsinə aiddir, səhvdir. İlk dəfə Çin ərazisini vahid dövlət tərkibinə birləşdirmişdir, düzdür, Sin sülaləsi. Cavabımız 1-6 A variantıdır. Qədim Romanın tarixinə aid olan hadisələrin xronoloji 12 lövhə qanunların qəbul olunması eradan əvvəl 5-ci əsrdir. Padşahlıq idarə üsulunun devrilməsi 509 6-cı əsrdir. Bütün İtaliyanın tabe etməsi 3-cü əsrdir. Karfagenin tabe etməsi isə aiddir 146 2-ci əsr. Deməli cavab 2, 1, 3 və 4 olacaq. Yəni C bəndi. Nə yazıb? Cəmiyyət məsələlərinin dini qanunlarla həll edildiyi idarəetmə sistemi teokratiyadır. Bu Mesopotamiyada var. Cavabımız B-dir. Oliqarxiya bilirsiniz ki, azlığın hakimiyyətidir. Aristokratiya yaxşıların hakimiyyətidir. Respublika xalqın hakimiyyətidir. Monarxiyada padşah hakimiyyətidir, tək hakimiyyətlikdir. Qədim Şumerlərə aiddir. Heroqlif yazı növünün yaradılması bu səhvdir. Çünki
Hieroqlif yazılar qədim yazı növü həm Misirdə var, Mannada var və Çində var. İki çayrasının yerli sakinləri olması səhvdir, çünki onlar gəlmə tayfalar olub. Eradan əvvəl 4-cü minillikdə təkərlərin ixtira olunması düzdür. 3. Cəmiyyət məsələlərinin dini qanunlarla həll edildiyi idarəetmə sisteminin mövcud olması teokratiya doğrudur. 4. Tarixdə ilk dəfə yazılı qanunlar Şumerlərdə olub doğrudur. 5. Cavabımız A-dır. Canlı ölülər isə bilirik ki, qədim Misirə aiddir, ona görə yanlışdır. Sonra 17-ci test tapşırığı uyğunluq gözlənilmişdir. Makedoniya İskəndərin şərqə yürüşü, Midiya dövlətinin süqutu yanlışdır. Çünki Midiya Əhəməni dövlətinin hücumu nəticəsində süqut edib. Akkadların başçısı Sarqonun Şumer şəhər dövlətlərini işğal etdi. Dünya tarixində ilk imperiya yarandı. Doğrudur 2. Qırmızı qaşlar üsyanı Çində Xan sülaləsinin hakimiyyətinin devrilməsi bu Sarısaqlar üsyanı nəticəsidir. Yanlışdır. Sonra Mete Tanhunun uğurlu yürüşləri Monqol və Tibet tayfalarının tabe edilməsi doğrudur. 2. 4 cavabımız C-dir. Pinçe müqaviləsi imzalanması Çinin cənub ərazilərinin Hunlara verilməsi səhvdir, çünki şimalı tabe olunmuşdur. 18-ci sual. Uyğunluq gözlənilmişdir. Qədim Misirdə qullar adlanır, kiçiklər deyil. Qullar canlı ölülərdir. Nubiya ilk dəfə Misirə tabe edilmişdir. 3-cü Tumosun dövrünə deyil, 1-ci Tumosun dövrünə aiddir. Misirdə Fironun ən yaxın köməkçisi ali məmur Çati doğrudur. Cavab C-dir. Kadeş şəhərinə imzalanmış müqaviləyə görə Misirə birləşdirilmişdir. Şimali Suriya deməli səhvdir, çünki şimal hissəsi Hetlərdə qalmışdır. İlk paytaxtı Misirin Fif şəhəri deyil, Memfisdir. 19-cu sual. Uyğunluq pozulmuşdur. Qədim Azərbaycan tayfası Lulubilərin yürüşü, Akkad imperiyasının süqut etməsi səhvdir, çünki bu Kutilərin yürüşüdür. Elə cavabımız A-dır. Qalan Hetlərlə müqavilə 2-ci Ramzes doğrudur. Nubiyanın tabe edib 1-ci Tumos doğrudur. Tunc alətləri ilk dəfə hazırlanmışdır. Şumerlər doğrudur. Pilləkən formalı piramida Coser düzdür. Kadeş müqaviləsi imzalanmış dövlətin ərazisi Hetlərlə imzalanmış dövlətin ərazisi qədim Misirdir. Yəni qədim Misir 1-dədir. Ona görə cavabımız A variantıdır. Sonra məsələn bu 2 Het ola bilər uşaqlar. Çünki Hetlər Anadolu tayfasından meydana gəlmişdir. Bura Suriya ola bilər. Bura İraqdır. Buradakı Azərbaycan torpaqlarıdır. Sonra 21-ci suala baxırıq. Eradan əvvəl 1-ci əsrin 1-ci yarısında Roma sərkərdəsi Pompey sülh imzalanmışdır. Deyir, uyğunluq pozulmuşdur. Albaniya dövləti ilə eradan əvvəl 66-cı il doğrudur bu. Şərqi Roma imperiyasının ərazisinə daxil idi Balkan yarımadası Misir, Roma düzdür. Qədim Romada plebeylər xalq tribun seçmə hüququ əldə etdilər 5-ci əsr düzdür. Romanın ilk yazılı qanunlar toplusu 5-ci əsr düzdür. Qədim Roma imperiyasının süqutunu sürətləndirdiyi Spartak üsyanı səhvdir. Çünki Spartak respublika dövründədir. Heç onda imperiya yaradılmamışdır. 23-cü sual. Neçənci əsrə aid hadisə deyil verilməyib. Qədim Romada 12 lövhə qanunlarının qəbul edilməsi 5-ci əsr, yəni B variantı çıxır. Respublika tərəfindən Makedoniyanın işğal edilməsi 146-cı il, 2-ci əsr, yəni Y variantı da çıxır. Yuli Sezarın senatda öldürülməsi eradan əvvəl 44-cü il, 1-ci əsr C bəndi də çıxır. İlk Olimpiya oyunlarının keçirilməsi 776 A variantı da çıxır. Doğru cavabımız D variantıdır. Qədim Roma imperiyasının tarixinə aid olmayan hadisələri müəyyən edin. Dövlətin paytaxtının qədim Yunan şəhəri Vizantiya, bax deyil, Qərbi Roma imperiyasına. Qərbi Roma bilirik ki, 395-də yaradılıb. Dövlətin paytaxtının Yunan şəhəri Vizantiyaya köçürülməsi 330-da, onda yoxdur. Deməli 1 cavab kimi doğrudur. Vandallar tərəfindən Roma şəhərinin tutulması var, Qərbi Romaya aiddir. Deməli 476-cı il, buna görə bu cavabı götürmürük. Hunlara qarşı mübarizə aparılması düzdür, 5-ci əsr. Yəni bizə aid olmayan soruşulur. Qulların öldürməsinin qadağan edən fərmanın verilməsi 2-ci əsrdir. Bu Qərbi Romaya aid deyil. Deməli cavabımız 1-4. German tayfalar tərəfindən süqut olunması doğrudur. Amid döyüşündə Sasani Alban qüvvələri, ümumiyyətlə Amid döyüşündə Qərbi Roma yoxdur. Yəni uşaqlar əslində bu testi sadə qoyublar. Çünki bilsək ki, 395-də Qərbi Roma yaradılıb. A variantı 330-dur, ona görə düşmür. Sonra baxırıq, daha doğrusu 1 yəni, 4 2-ci əsrdə düşmür. 6 yenə 3/9-u düşmür. Deməli cavabımız olur 1, 4 və 6. Qədim Çində Xan sülaləsinin hakimiyyəti dövrünə aiddir. Deməli uşaqlar, bax, Vyetnamın bəzi torpaqlarının tutulması düzdür. Konfusi təlimi rədd etməsi Xan sülaləsi onu himayə edir, səhvdir. Çin əhalisinin vahid xalqa çevrilməsi düzdür. Cavab 1-3-dür.
Metex Xaqanla sülh müqaviləsinin imzalanması düzdür. 200-cü il 134. Sivilizasiya yaranması 3-cü minillikdə, ona görə səhvdir. Sonra 25-ci sual. Deyir uyğunluq pozulub. Çində Konfutsi təlimi yayılmağa başladı. 6-5-ci əsr düzdür. İlk dəfə vahid xalqa çevirdi. Sin sülaləsi səhvdir. 2-ni götürürük. Mikena sivilizasiyası dağılmışdı. Vulkan püskürməsi nəticəsində səhvdir. Çünki Dorilər məhv edib. 3-ü də götürürük. Qırmızı qaşlar üsyan baş vermişdir. Eradan əvvəl 1-ci əsr səhvdir. Bizim eramız. 4-ü də götürürük. Doğru cavab 2-3-4-dür. Çində sarı sarıqlar üsyanın başlanması, başçılıq etmiş Çıjan qardaşları düzdür. Doğru cavab 2-3-4 qaldı. 26-cı sual. Yəqin ki, özünüz düzə biləsiniz burada. Qavqamela 331-ci ildir. OH 716-cı ildir. Marafon 490-dır. Xerona isə eradan əvvəl 338-ci ilə aiddir. Sonra 27-ci sual. Eradan əvvəl 7-ci əsr, 6-cı əsr və 5-ci əsr. Qədim Romada konsulların seçilməyə başlanması eradan əvvəl 509 respublika yaradılan zaman, ona görə 2-yə götürürük onu. Romada padşahlıq dövrünün başlanması 753-cü ildir. Ona görə biz bunu 753-də 8-ci əsrə aiddir götürmürük. 12 lövhə qanunlar 5-ci əsrə aiddir, 3-ə aiddir C bəndi. Azərbaycanda İskit şahlığı yaranmışdır 7-ci əsr 1-ə götürürük. Afinada azad əhalinin yoxsul təbəqəsinə vətəndaş hüququnun verilməsi eradan əvvəl 594-cü il 6-cı əsr 2-yə götürürük. Deməli uşaqlar, burada biz situasiya tapşırığına baxırıq. Deməli, oxuyanda mətni görək nə deyir? 3-cü əsrin 60-cı ildə Karfagen bütün adanı işğal etmişdi deyir. Cənubi İtaliyada olan muzlular Sirakuza qarşı qalxdılar, Messene şəhəri. Yəni burada deyir ki, Karfagendən danışılır, Pun müharibəsindən danışılır. Ona görə bəhs edilən müharibə yazacağıq ki, Pun müharibəsi tarixi də 264-146-dır. Yəni situasiyanı özünüz oxuyarsınız. Mənbədə bəhs edilən müharibədə dövlətlərin iki əsas məqsədini yazın. Deməli bunlar Siciliya adası uğruna mübarizə idi. Eyni zamanda Aralıq dənizi uğrunda mübarizə aparırdılar. Mənbədə bəhs edilən müharibənin iki nəticəsini yazın. Deməli Aralıq dənizinə hakim dövlətə çevrildi. Eyni zamanda deməli qərbində daha doğrusu hakim dövlətə çevrildi. Karfageni öz əyalətinə birləşdirdi və şərqdə nüfuzunu artırdı. Sonra keçirik deməli 8-ci sınağa. Deməli uşaqlar, bu bilirsiniz ki, orta əsrlər dövrünə aiddir. Birinci sual Ərəb xilafəti və Avropa Hun dövlətinin oxşar cəhəti soruşulur. Avropada Hun Mərkəzi Asiyanın ələ keçirilməsi, deməli Mərkəzi Asiyanın ələ keçirilməsi Ərəb xilafətinə aiddir. Sasanların məğlubiyyətə uğradılması Ərəbdə var, Avropada yoxdur. Bizansa qarşı mübarizə hər ikisinə aiddir. Doğru cavab C variantıdır. Ərəb-Bizans müharibəsi və Attilanın Bizansla müharibəsi. Roma şəhərinin mühasirəyə alınması Avropa Hun dövlətinə aiddir, Ərəbə aid deyil. Erkən orta əsrlərdə süqut etməsi Ərəbə aid deyil, Avropada Hun dövlətinə aiddir. Ağ Hun dövlətinə deyir aiddir. Avar xaqanlığın süquta uğradılması deyil, çünki bu franklardır. Xəzərləri asıla salmışdır, səhvdir. Şimal-Qərbi Hindistanı ələ keçirmişdir, doğrudur. Məzdəklər üsünə yatırılmasını Sasanlara kömək etmişdir, 529 düzdür, cavab 3-4-dür. Çin əsarətinə qarşı başlanmış üsyan nəticəsində yaranmışdır, səhvdir, o da Göytürklərdir. Qaraxanlı dövlətinə aid deyil. Samanilər dövlətinə qarşı mübarizə aparması aiddir. İslam dini rəsmi din kimi qəbul etməsi aiddir. Daxili çəkişmələr səbəbindən iki hissəyə parçalanması düzdür. 1042-ci il. Kaşqarı paytaxt edib, bəli. Qərbi, şimal-qərbi Hindistanı keçirib yanlışdır. Çünki bunu ələ keçirən bilirsiniz ki, Qəznəvi dövlətidir. 4-cü sual. Hadisə nəticə əlaqələrinin doğru verildiyi bəndi müəyyən edin. 7-ci əsrdə ərəblərin Bizansa yürüşü Bizans Asiya və Afrikada bir sıra mülklərini itirdi, doğrudur. Xəlifələrdir. Burada biri götürürük. İmperator Justinian işğalçı müharibə apardı. Sasani imperiyası süqut etdi, səhvdir. Sasanilər ərəblər son qoyub, bilirsiniz, ona görə yanlışdır. Abbasi xilafəti və Səlcuq dövləti zəiflədi. Bizans imperiyası Misri yenidən hakimiyyət altına aldı, səhvdir. Bu Misir deyil, orada Krit adası var idi, Kipr var idi və Mesopotamiya var idi. 6-cı əsr Slavyanların Bizans imperiyasına məskunlaşması Bizansda feodal qaydaları yaranmağa başlandı, düzdür. Cavabımız oldu 1 və 4, D variantı. Sonra Belqradı fəth edən Osmanlı sultanı.
1521-ci ilə aiddir. Belqrad fəth olunur. Hakimiyyətdə Sultan Süleyman qanunidir. Yəni cavab A-dır. Daha sonra olmuşdur. Bağdadın Səlcuqlar tərəfindən tutulması 1055-dir. Malazgirt 1071-dir. Reydən İsfahana köçməsi 1073-dür. Səlahiddin Əyyubi Qudüsü azad etdi 1187-dir. Səlcüqlər Qudüs şəhərini ələ keçirdi 1099. Cavabımız D variantı qalır. Kulikova döyüşü Rus knyazlıqları məğlub olub, səhvdir. Çünki 1380-dədir. Ruslar Qızıl Ordunu məğlubiyyətə uğradı. Cavabımız A-dır. Kalka 1223 Monqollar qələbə qazanıb. Moxac 1526 Osmanlı qələbə qazanıb. Terek 1395 Teymur qələbə qazanıb. Niqbol 1396 Osmanlılar Səlcüqləri məğlub edib. Monqol imperiyasının hücumuna məruz qalmamışdır. Dehli sultanlığı qalıbdır, bilirsiniz. Hətta zəifləmə səbəblərindən də ola bilər. Xarəzmşahlar deməli Monqol imperiyasının hücumuna məruz qalıb, hətta süquta uğradılıb. Osmanlı qalmayıb, cavab C-dir. İdil Bulqarların Monqol imperiyası bəli və Rus knyazlıqlarında tabe etmişlər. Yüzilli müharibə illəri bilirsiniz ki, başlayıb 1337-1453. Bolqarıstan müstəqilliğinə son qoyulub. Nihat bəy, zəhmət olmasa burayla oynama, dərzə qulaq as. Deməli, Bolqarıstanın müstəqilliğinə son qoyulması 1396-cı il bütün Bolqarıstan tabe edib. O vaxtı deməli yüzilli müharibədə var idi. Elə cavab A-dır. Çaldıran döyüşü 1514 səhvdir. Səfəvlərlə sülh müqaviləsi 1555 səhvdir. Bursanın ələ keçirilməsi 1326 səhvdir. Trabzon 1461 səhvdir. Çünki 1453-də müharibə bitmişdir. 13-cü əsr İngiltərədə keçirilmiş islahatların nəticəsi, bu bilirsiniz ki, 13-cü əsrdə islahatlar keçirilmişdi. Ölkədə kral hakimiyyəti güclənib, cavabımız A-dır. Bəli. Sonra feodallar qalxan pul adlı xüsusi vergiden azad olması əksinə deməli vergi ödəməyə başlamışdı. Sonra kral baron qoşunlarının asılılığı azalmışdır. Çünki o vaxtı qalxan pulu muzlu ordu formalaşdı. Mərkəzləşmiş dövlətin əsası qoyulması 1066-cı il Hastings döyüşü səhvdir, yəni 11-ci əsrdir. Kral məhkəməsinin səlahiyyəti də artmışdı o vaxtı. Bilir ki, orada 2-ci Henrikin islahatlarıdır. Frank imperiyasının parçalanması nəticəsində yaranmış dövlətləri xəritədə müəyyən edin. Frank imperiyası 843-də parçalanıb, Almaniya, İtaliya və Fransa yaradılıb. Burada 1 İspaniyada səhvdir, 2 Fransada düzdür, sonra 3 İtaliyada düzdür, 4 Almanya düzdür. Cavab 2, 3, 4, yəni A variantı. İnkvizisiya kilsə məhkəməsidir. Cavabımız A bəndidir burada da. Çingiz xan və Əmir Teymurun fəaliyyətinə aid oxşar cəhət. Çinin asılı salınması Əmir Teymura aid deyil, çıxırıq. Konstantinopol mühasirəyə alınması səhvdir, çıxırıq. Mərkəzi Asiyanın ələ keçirilməsi düzdür, hər ikisinə aiddir. Cavabımız C-dir. Xarəzmşahlara qarşı mübarizə aparan Çingiz xandır. Səmərqənd şəhəri paytaxt olmuşdur Teymurilərin. Deməli, cavabımız oldu C variantı. Mərkəzi Asiyanı həm Teymur ələ keçirib, həm Çingiz xan. 15-ci əsrin 70-ci illərinə aiddir. 1470. Qüds krallığı 1187-də süqut edib, səhvdir. Vahid İspaniya 1479-da doğru cavabımız B-dir. Kordova xilafətinin əmirliklərə parçalanması, bilirsiniz ki, Kordova əmirliyi 756-da yaradıldı, 10-cu əsrdən də parçalanmağa başlayıb. Piriney yarımadasının rekonkist hərəkatının başlaması 11-ci əsr. Portuqaliya istisna olmaqla bütün Piriney yarımadasının İspaniya krallığının əlinə keçməsi 1492 Qranadanın süqutundan sonra oldu. Cavabımız oldu B variantı. Avropada feodal dağınıqlığı dövrü 9-11-ci əsrdir. Deyir, dövrünə aiddir. Fransada Jaklar üsyanının baş verməsi 1358-ci ildə düşmür. Frankların ərəbləri Qalliyadan çıxartması 5-ci əsr düşmür. Müqəddəs Roma imperiyasının yaranması deməli 962-ci il düşür. 9-11-ci əsrdir. Parlament fəaliyyətə başlayıb İngiltərədə 1265 düşmür. Katolik kilsəsi parçalanıb, deməli 1555-ci il bizdə reformasiyanın nəticəsindədir. Sonra növbəti testə baxırıq, 16-cı test. Deməli, Fransa kralı 4-cü Jozef Filippin fəaliyyətinə aiddir. 1285-1314-də hakimiyyətdə olub. Fransada ilk dəfə başlatların çağırılması 1302-ci ildir. Onun fəaliyyətinə düşür. Cavab A-dır. Kapetinglər sülaləsi 10-cu əsrdə gəlib, səhvdir.
Fransanın birləşdirməsi 15-ci əsrdə başa çatıb, səhvdir. 3-cü sərhəd yürüşündə hakimiyyətdə deyildi. 3-cü sərhəd yürüşü 1189-dadır. İngiltərə ilə ağır şərtlə sülh müqaviləsində yanlış cümlədir. Deməli, müharibədə əksinə torpaqlar geri qaytarmışdı Fransa. Gözəl Filipdən sonra. Osmanlı hökmdarı ilə bağlı sxemi tamamlayın. 2-ci Bəyazid, 1-ci Süleyman, harada kim var gəlin baxaq. Ondan sonra 2-ci Bəyaziddən sonra 1-ci Səlim gəlir. Hakimiyyət illəri də 1512-ci ildən 20-yə qədərdir. Cavabımız Y bəndidir. Bumin xaqan, bir də Qutlux xaqan. Deməli, bəli, Bumin xaqan 1-ci Göytürk 552, Qutlux xaqan da 2-ci Göytürk 682. Çin əsarətinə qarşı üsyan qaldırmışdır. Bu Qutluqda ola bilər. Bumində səhvdir. Deməli, 2 ayda A bəndi. Avarlara qarşı mübarizə aparmışdır. Bumin xaqan 1-ə B bəndi. Yeni dövlətin əsasını qoymuşdur hər ikisi 3-ə C bəndi. Elə cavab A gəlir hələ ki. Sasanlara qarşı mübarizə aparmışdır. Səhvdir. Maniçilik rəsmi din elan etmişdir. Səhvdir. Deməli, 1-ə B-dir, 2-yə A-dır, 3-ə isə C-dir. Sonra Dehli Sultanlığı 13-cü əsr və 14-cü əsr. Ərazisində müstəqil Hind dövlətləri yaranmağa başlanmışdır. Dehli Sultanlığı səhvdir 13-cü əsr, Hind dövlətləri. Abbasi xilafəti ilə dostlar əlaqəsi düzdür. Eltutmuş xan 13-cü əsr. 1-ə B variantı doğrudur. Monqol hücumlarından da məruz qalmışdı elə həmin vaxtda. C bəndi doğrudur. İqta sistemin tətbiqinə başlanıldı, səhvdir. Daha əvvəldən var, 14-cü əsr deyil. Xələclər sülaləsinin hakimiyyətə, deməli, hakimiyyətin başa çatması 1322-yə B variantı düzdür. Əmir Teymurun hücuma məruz qalması 1398, bəli, o da düzdür. Cavabımız B variantı. 13-cü əsrdə Abbasiyanın dost oldu, Monqolların hücuma məruz qaldı. 14-cü əsrdə xələclərin hakimiyyəti başa çatdı 1320, Əmir Teymur da 1398-də ora hücum etdi. Qızıl Ordu dövlətinin tarixanları kimdir? Bunlar imtiyazlı şəxslərdir. Gəlin baxaq görək harda var. Bəzi imtiyazlara malik olan əyanlar. Cavabımız A bəndidir. Sərhədçilərin Bizans üzərinə yürüş etməsinin səbəbi nədir? Edessanı ələ keçirməsi Bizansa dəstək səhvdir. Bu 2-ci sərhəd yürüşünə aiddir. Katolik kilsəsinin Bizans patriarxı ilə olan düşmənliyi doğrudur. Cavab B-dir. Elə buna görə də hücum etmişdir. Səlahaddin Əyyubi ilə sərhədçi arasında ittifaq yanlış fikirdir. Peçeniklərin Konstantinopola mühasirəyə alması bu şərqə doğru gəlmələri üçün bəhanə olmuşdur, amma Emini Bizansa hücum səhvdir. Sonra Reconquista hərəkatı gedişində yaranmışdır. Reconquista 11-15-ci əsrdə cavab Portuqaliyadır. Bax, Fransa krallığı Verden müqaviləsi, İngiltərə 9-cu əsr, Avstriya yanlışdır, Reconquistaya aid deyil, bir də Venesiya yanlışdır. Ərəb xilafətinin məğlubiyyəti ilə başa çatmış döyüşlər. Bayt 732-ci düzdür, Bədir 624 səhvdir, Hilat ərəblər Savalan döyüşündə məğlub olsa da Hilatda qalib gəlib səhvdir. 1-ci Həştasər 829 düzdür. Cavab 1-4-dür hələ ki. Talasda da ərəblər Çin üzərindən qalib gəlib 751 səhvdir. Deməli cavabımız oldu 1 və 4. Sonra ilk dünya səyahəti nəticəsinə aid deyil. Bax, Hindistanın dəniz yolunun kəşf olunması ilk dünya səyahəti nəticəsinə aid deyil. Çünki o dünya səyahətinin 519-da başlamışdı, bilirsiniz, 22-yə qədər. Yerin küləş şəklində olması təcrübəsi cəhətdən sübut olundu, düzdür. Şimali Amerikada ilk koloniya salındı 1607, səhvdir. Bütün okeanların bir-biri ilə əlaqəsi sübut olundu, düzdür. Cavabımız 2 və 4-dür. Yeni dövlət yaratmış türk hökmdarları. Alparslan Səlcuqlarda hakimiyyətdə olub dövlət yaratmayıb Toğruldan sonra. Qutlux Xaqan 2-ci Göytürk dövlətinin 682 düzdür. Axsuvar Xaqan səhvdir. Atilla bilirsiniz ki, səhvdir, çünki dövrünə imperatorluğa çevrilib. Qütbəddin Aybək düzdür. 962-ci ildə yeni dövlət yaratmışdır. Cavabımız 2 və 5-dir. 26-cı sual. Xronoloji ardıcıllığı müəyyən edin. Dehli Sultanlığının süquta uğradılması 1526-cı il. Teymurilərin yaranması 1370-ci il, Ədirnə şəhərinin Osmanlı dövlətinin paytaxtına çevrilməsi isə deməli aiddir 1362-ci il 1-ci Murada. Deməli Dehli 1526, Teymurilər 1370, Ədirnə isə 1362. Deməli cavab 3-dür, 2-dir və 1-dir. Sonra 14-cü əsr Fransa krallığı, İngiltərə krallığı. Ərazisində Kalvin kilsəsi yaradılıb.
Kalvinizm deməli Fransada olub 16-cı əsr səhvdir. Ottayler üsyanı 1381 İngiltərə. 2 aiddir B variantı. La Manche döyüşü kitabdan çıxarılıb. İspan donanması məğlub edilməsi var 1588, amma o 14-cü əsrə düşmür. Poitiers döyüşü 732-də də var. Məğlub olması deyir. 1356-cı ildə Poitiers döyüşündə Fransa məğlub olub. Deməli, bir də cavabımız D-dir. 2-də isə cavabımız B variantıdır. Kalvin ona görə səhvdir ki, Kalvinizm bilirik ki, deməli, əsrlə doğru deyil, 16-cı əsrdir, amma Fransadır. Sonra situasiyanı oxuyuruq. Burada Qəznəvi ilə Səlcuqlar arasında müharibədən danışılır. Qəznəvi ilə Səlcuqların müharibəsinin nəticəsi bilirsiniz ki, Dəndənəkən döyüşüdür. Bəhs olunan döyüşün adını Dəndənəkən yazırsınız. Deməli, sonra bəhs edilən döyüşdə Qəznəvilərin məğlub olmasının Məmmədə verilməyən səbəbini yazın. Burada səbəb odur ki, ölkənin daxilində zəiflik, ölkənin zəifləməsi və daxilindəki çəkişmələr. Sonra bəhs edilən döyüşün Qəznəvilər üçün 2 nəticəsini yazın. Deməli, döyüş nəticəsində Qəznəvilər deməli nə yazıb? Bəhs edilən döyüşün Qəznəvilər üçün 2 nəticəsini yazın. Deməli, uşaqlar, Qəznəlilər 1040-cı ildə Dəndənəkən döyüşünə məğlub oldu. Nəticəsində bütün Xorasan torpaqları var idi. Bax, ora Səlcuqlar tərəfindən ələ keçirildi. Həm məğlub oldu, həm Xorasanı itirdi və ölkə parçalanmağa, zəifləməyə başladı. Deməli, uşaqlar, bu qədər bugünkü sınağımız. Növbəti 2 sınaq yazacağıq. İndi